Belə bir hədis var ki, Allahı Peyğəmbər salavatullah və əleyhissalamdan başqa heç kim tanımadı. Peyğəmbəri Allahdan və Əlidən başqa heç kim tanımadı. Əlini Allah və Peyğəmbərdən başqa heç kim tanımadı. Onun barəsində danışmaq çox çətindir, çox əzəmətlidir, həddən artıq təsəvvür eləmədiyimiz qədər əzəmətlidir. Onun adı çəkiləndə İmam Sadiq əleyhissalam deyir, o qədər təzim edirdi ki, hər dəfə əlini sinəsinə qoyub başını aşağı salıb onun adını çəkirdi. Amma deyirlər ki, bu kişi sayıqlayır, Peyğəmbər üçün deyirlər. Ağlı başından çıxıb, Peyğəmbər üçün deyirlər. Deyir ki, yaxşı, vəsiyyət yazmıram. Ax, bir işin birinci şəxsi nüfuzdan düşsə, o iş çökər də elə deyil. Digər imamların hamısı qürbət öz üzərinə götürüb ki, Peyğəmbərin qürbətini gizlətsinlər ki, Peyğəmbəri öz ümməti saymır. Yol göstərən Bəni Abbas deyil, Bəni Ümeyyə deyil. Yol göstərən Əhl-i Beytdir. Mən Allahın doğru olan yoluyam. Məndən sonra Əlidir. İmam Sadiq əleyhissalam buyurur ki, Əlinin vilayətində olmaq, Əlinin imamətini qəbul eləmək mənə Əlinin övladı olmaqdan daha sevimli. Bir övladı olmaqdan daha sevimli vilayətində olmaq. Çünki övladı olan əzaba gedə bilər, vilayətində olan yox.